Geçən dəfə də ərz elədim, insan bir ömür Yezidə lənət oxuya, Yezidlə bir yerdə cəhənnəmdə yana. Heç bunun yeri yoxdur ya. Bundan ağırı bilsən nədir? Bundan ağırı. Deyirlər ki, bir neçə heyvan var, onlar da cənnətə geçecək insanlar kimi. Biri də nədir? Əshab-ı Kəhfin itidir. Deyirlər, Əshab-ı Kəhfin iti də cənnətə geçecək. Ən çətin an bilsən nədir? Gözün baxa-baxa, Əshab-ı Kəhfin iti gedə cənnətə, sən asınlar cəhənnəmə. Bundan daha pisi yoxdur ki, insan üçün bundan o həyanın olmaması yoxdur. İnsanın abrı gedər orada. İnsan nə günə qalar? İt gedərsən. Misalını ərz edeyim. Bir nəfər ağanın qapısında nökər işləyə, ağa götürə ən bahalı yeməyi, qoya itin qabağına yiyə, sənə heç nə verməyə. Sən öləsən acından. Pisvə getməz. Narahat olmazsan, mən adam ola mənə çörək vermir. Ən gözəl yeməyini nə inir? İtinin qabağına qoyur. Elə bil sən cəhənnəmə gedirsən, it gedir cənnətə. Nə olar? Salihin dəvəsi deyirlər. Əlin qolun sallayıb, daxil olacaq cənnətə. İnsan gedir cəhənnəmə, dəvə gedir cənnətə, sən cəhənnəmə. Bu necə olacaq? Bundan da pisin deyim sənə. Bundan ən ağırı bilsən nədir? Bundan ən ağırı budur ki, insan bir ömür Peyğəmbərinə salavat deyə, bir ömür Peyğəmbərinə salavat deyə. İndi qiyamət günü ola, Peyğəmbərin başı buna görə aşağı yola qiyamətdə. Bundan daha çətini yoxdur. Birinci də çətindir. İkinci də çətindir. And olsun Allahın izzətinə, bu üçüncü onların hamısından çətindir. Adam atasının başını aşağı eləyər. Yox. Peyğəmbər buyurur, ənə və əliyyün əbəvə hazihil ümmət deyib, mən və əli bu ümmətin atasıyıq. İndi qiyamət günündə adam atasının başını neynəyər? Sala aşağı. Üzü qara gələ atası. Necə olar? Da bundan çətini yoxdur. İmam Zaman əleyhissalam sözün həqiqi mənasında bizim əməllərimizdən əziyyət çəkir. Vallahi əziyyət çəkir. Həqiqətən əziyyət çəkir. Mənim elədiklərimdən. Ki, səxavət, bu nə əməl deyilsən? Sənə buna icazə veriblər eləyirsən. Kimdən icazə aldın sən bunu? İnsan atasının gözünün qabağında bu əməlləri eləyər. Hə? Sən atanın yanında eləmədik və Allah qabağında eləmirsən. Sən xəbərin var. Utanmırsan. Bu nə əməldir? İnsan özü ilə oynaya. Bu nə əməldir? İnsan ki, özü ilə oynamaz.